Kimler psixoloqa müraciət etməlidir? Mənə görə hər bir insan psixoloqa müraciət etməlidir. Sadəcə burada bir şey mən xüsusi diqqət yönəltmək istəyərdim. O nədən ibarətdir? Psixoloqa müraciət etmək hələ insanın dəli olması anlamına gəlmir. Çox təəssüf ki, bugün cəmiyyətdə bu stigma var. Deyəndə ki, get psixoloqa müraciət elə, deyir, mən dəli deyiləm ki, get özün müraciət elə. Bu ailədə də olur, bu cəmiyyətdə də biz bu cür, belə deyək, yanaşmaya şahid oluruq. Psixoloqa psixoloji sağlam insanlar müraciət edir, hansı ki, öz həyatında bir fərqindəlik yaratmaq istəyir. Motivasiya ilə bağlı, zamanı düzgün planlamaqla bağlı, nə bilim, bir fərqindəlik yaratmaq üçün psixoloqa insan müraciət edir. Və bir də var, misal üçün, dərin psixoloji problemlər, dərin psixoloji pozuntular, bu ayrı bir şeydir və bununla məşğul olan psixoloqlar da fərqli bir istiqamətdə çalışan insanlardır. Və burada bəzən biz görürük ki, psixiatrda dəstək lazım olur, gərəkirsə nevroloq, gərəkirsə kardioloq. Bu çox az faizini bu prosesdə təşkil edir. Ancaq böyük bir qismə o psixoloji dayanıqlılığın, o psixoloji möhkəmliyin, həyat keyfiyyətinin artırılması istiqamətində psixoloqa getmək tövsiyə olunur və bu dünyada xüsusən inkişaf etmiş ölkələrdə geniş yayılmış bir praktikadır. Bugün Azərbaycanda da insanların bir qismi rahat şəkildə psixoloqa müraciət edirlər və yaxud bizim dövlət və özəl qurumlarımız var ki, orada çalışan əməkdaşlarının psixoloji rifahını artırmaq üçün, psixoloji dözümlülüyünü artırmaq üçün həm fərdi şəkildə, həm də təlim formasında işçilərin psixoloji sağlamlığının qeydinə qalırlar. Yəni biz qəbul etməliyik ki, müasir dövrdə xüsusən dəyişikliklərin sürətlə baş verdiyi bir dövrdə ən vacib məqamlardan biri sağlamlıq məsələsidir. Burada həm fiziki, həm də psixoloji sağlamlıqdan söhbət gedir. Və psixoloji sağlamlıq mənə görə ən öndə duran məqamlardan biridir. Çünki bu birbaşa insanın həyat keyfiyyətinə təsir göstərir. Və burada da psixoloji dəstəyin alması bir insanın mənə görə vacib bir məqamdır. Və belə bir deyim də var ki, hər insana bir psixoloq, hər psixoloqa da 2 psixoloq lazımdır.